Yusubov Yasin. Kərbəlada olmusan. Xeyr. İstərdin olmaq. Kim istəməz ki, gedib İmam Hüseyn ağanı ziyarət eləsin. Olmamısan, danışıblar. Darıxırsan. Vallahi elə bil ki, gedən misal üçün gediblər, gəlirlər, misal üçün qıba qardaşlarım çoxsu Kərbəlada, Məşəddə olublar, gəliblər, həsrət götürmüşəm. Gedib misal üçün yüzündəki olan nuru yüzümə sürtmüşəm ki, nədir, İmam Hüseyn hərəminə yüzlərini sürtüblər. Belə şeylər olubdu. Yəni çox fikirləşirəm ki, mən də gedim. Yəni Allah mənə də nəsib eləsin. Yəni, gedim ağanı görüm. Onun balalarını görüm. Yaxud atasını görüm. İmam Əli əleyhissalamı. Yəni kim istəməz ki, hər bir şiənin borcudur ki, öz ağasını görsün. Bəh. Neçə yaşın var? Mənim 25. Əli Əkbərin yaşı az idi. Tanıyırsan? Belə bilirəm ki, İmam Hüseynin Peyğəmbərin nəvəsidir. İmam Hüseynin balasıdır. Bilirəm ki, onun Əhl-i Beytin tayfasındandır o. Çox istəyirəm. Əhl-i Beyti çox istəyirəm. And ola Allaha ki, İmam Hüseyin adı çəkirəndə elə bil ki, bədənim titrəyir. körpə uşaq əlində tutmusan, qundaqda uşaq. Əlində bir körpə tutmusan. Olub elə. Of, evdə. Ondan bir gözəl ətiri gəlir. Düzdür? Qoxumusan o iyi. Bəli. Əli Əsqərin anası günlərlə o işsiz qaldı. Ağlayan uşağın boğazından vurasan, ağlaya bilməsin. Yasin, sənə bu necə təsir edir? Bir gənc olaraq o körpə uşağın o cür qətli sənin gözünün qabağına gəlmirmi? Gəlir. Necə? Gəlir və çox kövrələrəm. Ki, onun elə bir günahı yox idi. Yəni, elə vəhşicəsini öldürməyə günahları yox idi elə. Gələ olmayaydı elə bir hərəkət. O da insana pis təsir edir. Sən istər istəməz, yəni, kimin evladları var, yəqin onu başa düşərdi. Əslən bir şey ki, İmam Hüseyni, özünü İmam Hüseynin yerində gör. İnsanın 6 aylıq, 7 aylıq körpəsini qucağında oxlasınlar, öldürsünlər yaxud. İnsana nətər təsir edir? Necə gedərdin Kərbəlaya, hə? Eşlim. Həmən yolla. Əli Əsqərin qapısına qədəm qoyursan. Həmən yolu yersən. Ayaqlarına da tikan batır. Ayağa batıb tikan. Heç batıb? Olubdu. Ağrıdı bay. Yazıq. Çox dəhşət. Yəni, onlar olmasaydı bizim üçün bu din yox idi. Bir şey ki, o dinə görə bütün balalarını qurban etdi. Nədir, Allah üçün qurban elədi. Və bugün Yasin, hansı imam dövründə yaşayırsan? Hansı imam dövründə? İmam Zaman ağam dövründə. Nə istəyirsən ondan? İşte zöhr elədiyini görmək istəyərdim. Zöhr elədiyini görmək istəyərdim. Bəs nə istəyərdin? Nə istəyərdim ondan? İşte, nə istəyərəm ondan? Ayaqlarından, əllərindən öpərdim. Nə istəyərdim? Qapısında nökər olardım. Hər birimiz bir yuxu görürük, Yasin. Bu gecə yatmısan, Ərbəyin günündə. Bu gecə yatmısan. Yuxunda görürsən qapı döyülür. Qapı da çox uzaqda. Qaçırsan o qapıya.
Görürsən bir dənə balaca qız uşağıdır, Rüqeyyə bənzəyir. Sənə deyir, Yasin, qardaşım, məni evə qonaq dəvət edərsən. Tabii ki eləyərdim. Canımı qurban eləyərdim. Bəs səndən su istəsə? Dönə-dönə verərdim. Bəs səndən atasını istəsə? Verənməzdim. Mümküniyyəti yoxdur. Ata hissini verənməzdim. Əz-Zəhrada çıxış elədin. Alhamdulillah. Verilişimizin adı İmam Hüseynlə danışdı. Son sözün nə olar? İmam Hüseyn ağaya sözün nə olar? Allah'tan arzum odur ki Allah bizi İmam Hüseyin ağanın yolundan eləməsin.